Sahib müəllim, Allahın varlığını inkar edən şəxslər çox vaxt Charles Darwinin təkamül nəzəriyyəsinə əsaslanırlar. Bu nəzəriyyə haqqında bizə nə deyə bilərsiniz? Təkamül nəzəriyyəsi haqqında ilk öncə onu demək olar ki, təkamül mövzusu heç də ilk dəfə Charles Darwinin danışdığı bir mövzu deyil. Yəni ondan əvvəl bu haqqda bilgilər olubdur. Təkamül nəzəriyyəsində çoxlu böyük ziddiyyətlər var. Təkamül nəzəriyyəsi batildir və yalandır. Bu ziddiyyətlərdən gəlin bəzilərini mən misal çəkim. Məsələn, Charles Darwin özü deyirdi ki, bu qədim tapıntı olan fosillər, bunlar əgər doğrudan da çoxlu şəkildə tapılarsa, onun nəzəriyyəsini qüvvətləndirəcək. Əks məna odur ki, tapılmasa, onun nəzəriyyəsini süqut etdirəcək. Aydındır? Və hökmdən salacaq və bu bir ziddiyyətdir, böyük bir ziddiyyətdir. Və biz görürük ki, doğrudan da təkamül nəzəriyyəsinin üzərində durduğu ən böyük arqumentlərdən biri qədim fosillər və canlılar arasında ara keçidi rol oynayan və güya bunu sübut edən qədim fosillər görürük ki, bu tapıntılar isbat olunmur. Əksinə, fosillərin tapılmaması onu göstərir ki, fosillər mövzusu əksinə ilahi yaradılış mövzusunu dəstəkləyir. Təkamülü dəstəkləmir. İkinci ziddiyyət təbii seçmə mövzusundadır. Çünki təbii seçmə də təkamül nəzəriyyəsini dəstəkləmir. Çünki təbii seçmə yeni canlıları ortaya çıxartmır. Əgər təkamül nəzəriyyəsi doğru olsaydı, təbii seçmə iddiası ki, canlılar arasında güya təbii seçmə var, bu iddia təkamül nəzəriyyəsini dəstəkləmir, əksinə ilahi yaradılışı dəstəkləyir.